bürcü 15 avqust 2026-cı il. Günün başlanğıcı çətin olacaq. Güclü narahatlıq və həyəcanlardan qaçmaq çətin görünür. İstənilən iraddan inciyə, kiminsə düşünülməmiş sözlərinə kəskin reaksiya verə. Xoşagəlməz hadisələri isə ciddi çətinliklərin tezliklə yaranacağının əlaməti hesab edə bilərsiniz. Buğa bürcü 15 avqust 2026-cı il. Günün əvvəlinə vacib bir iş planlaşdırmısınızsa tələsməyin. Çox güman ki, gün ortaya qədər fikirlərinizi toplamaq sizin üçün kifayət qədər çətin olacaq və planların istənilən şəkildə pozulması sizi əsəbləşdirəcək. Bir çox buğa öz imkanlarını həddindən artıq qiymətləndirməyə, ətrafdakılardan da həddindən artıq çox şey gözləməyə meyil olacaq. Bu, anlaşılmazlıqlara, yaxınlarla ünsiyyətə gərgin anlara, qarşılıqlı iradlara və incikliklərə səbəb ola bilər. İkizlər bürcü 15 avqust 2026-cı il. Günün birinci yarısının çətinliksiz keçəcəyi inandırıcı görünmür. Nəyinsə plana uyğun getməməsi ehtimalı çox yüksəkdir və siz yeni vəziyyətə dərhal uyğunlaşa bilməyəcəksiniz. Buna görə çox iş görməyə ümid edən bürc nümayəndələri məhz indi nəyin diqqət tələb etdiyini, hansı işin isə gözləyə biləcəyini seçmək məcburiyyətində qalacaqlar. Xərçəng bürcü 15 avqust 2026-cı il. Günün başlanğıcı xüsusilə dostları və qohumları ilə görüşə gedəcək xərçənglər üçün çox uğurlu olacaq. Bu cür istənilən tədbir yaxşı keçəcək. Yaxınlarınızla əla yola gedəcəksiniz. Əvvəllər müəyyən fikir ayrılıqları yaranıbsa belə, heç kim onları xatırlamaq istəməyəcək. Xoşagəlməz sürprizlər olmayacaq. Əvəzində hədiyyələr və yaxşı xəbərlər tamamilə mümkündür. Şir bürcü 15 avqust 2026-cı il. Günün başlanğıcı həm ruhlandırıcı xəbərlər, həm də xoş hadisələr gətirəcək. Lakin bir çox şir həddindən artıq nikbinliyə meyil olacaq və bu problemə çevrilə bilər. Məsələn, maliyyə məsələlərində bürcün belə nümayəndələri öz imkanlarını olduğundan artıq qiymətləndirə və sonradan peşman olacaqları ciddi və əsassız xərclərə gedə bilərlər. Bundan əlavə, çoxdan diqqət tələb edən işlərə cəmləşmək kifayət qədər çətin olacaq. Qız bürcü 15 avqust 2026-cı il. Boş oturmaq istəməyəcəksiniz. Əksinə bir çox qız uzun müddətdir təxirə salınan ciddi işə başlamağa və hamı üçün mürəkkəb və vacib olan bir məsələnin həllinə girişməyə hazır olduğunu hiss edəcək. Gün bunun üçün tamamilə əlverişlidir. Həqiqətən də hər şey sizin üçün yaxşı alınacaq. Əgər birdən çətinlik yaranarsa, onların öhdəsindən necə gələcəyinizi tezliklə düşünəcəksiniz. Tərəzi bürcü 15 avqust 2026-cı il. Hadisələr istədiyinizdən bir qədər yavaş inkişaf edə bilər. Bu sizi əsəbləşdirə bilər. İlk növbədə bu, mühüm ailə və ya əmlak məsələlərinin həllini gözləyən tərəzilərə aiddir. Bürcün belə nümayəndələri üçün daha bir günlük gecikmə əsl sınağa çevrilə bilər. Lakin digərlərinin də narahatlığı üçün səbəbləri olacaq. Əqrəb bürcü 15 avqust 2026-cı il. Günün əvvəlində dərhal faydalı işlərə başlamaq deyil, bir qədər tənbəllik etmək və ya maraqlı, hətta kifayət qədər mənasız bir işlə məşğul olmaq istəyəcəksiniz. Bunun üçün imkanınız olacaq. Doğrudur, yaxınlarınızla bəzi razılaşmaları dəyişmək lazım gələ bilər, çünki onlar sizdən bir qədər daha çox şey gözləyirlər və qərarlarınızı dərhal bəyənməyəcəklər. Lakin narahat olmayın, bununla bağlı münaqişə yaranmayacaq. Oxatan bürcü 15 avqust 2026-cı il. Sizi narahat bir gün gözləyir. Bir çox oxatan üçün yaxınları ilə ortaq tel tapmaq asan olmayacaq. Artıq aktuallığını itirmiş bəzi köhnə incikliklərin və ya problemlərin xatırlanması istisna deyil. Buna görə hazırda baş verənlərə diqqətinizi cəmləşdirmək, ümumi planları sakit şəkildə müzakirə etmək və birgə fəaliyyət barədə razılığa gəlmək mümkün olmayacaq. Lakin çox tezliklə müsbət tendensiyaların təsiri güclənəcək. Oğlaq bürcü 15 avqust 2026-cı il. Gün ərzində ətrafınızdakılarla yola getmək kifayət qədər çətin olacaq. Kiminləsə birgə fəaliyyət barədə razılığa gəlməyə ümid edən oğlaqlarda problemlər yarana bilər. Buna görə vacib bir iş düşünmüsünüzsə, onu müstəqil şəkildə görməyə hazır olun. Görünür, bugün lazım olan nəticəni əldə etməyin ən etibarlı yolu məhz budur. Dolça bürcü 15 avqust 2026-cı il. Uğurlu gündür. Çox güman ki, səhər bəzi ruhlandırıcı xəbərlər gətirəcək və siz planlaşdırılmış işlərə və gözlənilmədən ortaya çıxan məsələlərin əlinə həvəslə başlayacaqsınız. Bununla belə həddindən artıq tələsməyəcək. Əvvəlcə fəaliyyət planını ən xırda detallarına qədər düşünəcək. Yalnız bundan sonra onu həyata keçirməyə başlayacaqsınız. Bu xırda səhvlərdən qaçmağa, mənasız işlərə həddindən artıq vaxt sərf etməməyə və qeyri-müəyyən vəziyyətlərdə düzgün qərarlar verməyə imkan yaradacaq. Balıqlar bürcü 15 avqust 2026-cı il. Şənbə gününün narahatlıq və həyəcansız keçəcəyi çətin görünür. Günün emosional fonu kifayət qədər mürəkkəb olacaq. Bəzi balıqlar baş verən istənilən hadisəni xüsusilə ürəklərinə yaxın buraxacaqlar. Adətən hər şeyə çox kəskin reaksiya verdiyinizi bilirsinizsə, sadəcə özünüzü qorumağa çalışın. Diqqətinizi xoş bir şeyə yönəldin. Pis şeylər haqqında daha az düşünün və sizi narahat edən, əsəbləşdirən məsələlərə həddindən artıq qapılmayın.